Hər vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılar, dəyərli izləyicilər. Qərbi Azərbaycan TV-də müzakirə vaxtı proqramında. Bugünkü proqramda biz Azərbaycan dövlət başçısının Albaniya səfərindən, səfər çərçivəsində keçirdiyi görüşlərdən və müzakirələrdən danışacağıq. Studiyamızın qonaqları da var. Dəyərli politoloqlarımız Aytan xanım Qurbanova və Züriyə xanım Qarayeva. Xoş gördük, xoş gəlmisiniz. Xoş gördük, xoş gördük. Təşəkkür edirəm. Ötən həftə bildiyiniz kimi çox möhtəşəm bir həftə oldu. Belə demək mümkünsə, Azərbaycan dövlət başçısının Albaniya səfəri, səfər çərçivəsində Avropalı liderlərlə görüşlər keçirildi. Müxtəlif iki tərəfli görüşlər, geniş tərkibli görüşlər oldu. Maraqlı videolar özümüz hamımız gördük. O Nikol Paşinyanın cənab prezidentə yaxınlaşması, onu kofeyə dəvət etməsi. Bütün bunlar hamısı jestlər idi. Yəni Azərbaycan dövlət başçısının əslində həm də gücünün göstəricisi idi. Bu hər halda bütün aparılan təkcə Azərbaycan mediasında deyil, elə dünya mediasında bu məqamlar çox incəliklə demək olar ki, qeyd olunurdu. Biz də elə bugünkü söhbətimizdə elan etdiyimiz kimi ondan danışacağıq. Albaniya səfərinin dünya üçün, region üçün əhəmiyyəti əsasən nədən ibarət idi? Aytan xanım, sizdən başlayaq zəhmət olmasa. Sizin də qeyd etdiyiniz kimi kifayət qədər önəmli bir tədbir idi. Bəturə xanım və ümumiyyətlə siyasi mərkəzlərin, Avropanın və Avropadan kənar dövlətlərin orada toplaşması və qlobal problemlərin müzakirəsi, Ukrayna məsələsi, təhlükəsizliklə ilə bağlı olan məsələlər, nüvə məsələsi, enerji təhlükəsizliyi və bir çox istiqamətdə gündəliyə daxil olan məsələlər var idi. Və bu gündəliyə daxil olan məsələlərdə Azərbaycanın da iştirak etməsi və bu müzakirələrdə xüsusilə o görüntülər çərçivəsində biz Azərbaycana və Azərbaycan dövlət başçısına verilən önəm və göstərilən hörmət bir daha göstərdi ki, həqiqətən də qlobal sistemdə Azərbaycan artıq yeri və rolu kifayət qədər çox dəyişib. Burada birmənalı şəkildə qeyd etmək olduğumuz əsas məqam dövlət başçımızın artan nüfuzu və ona olan etimad, onun dünya ictimaiyyəti qarşısında etibarlılığının nə qədər yüksək səviyyədə olması ilə bağlıdır. Nikol Paşinyanın cənab prezidentə yaxınlaşması və kofeyə dəvət etməsi əslində daha əvvəldə müzakirə olunan məsələlər sırasında iki tərəfli görüş ola bilərmi, olacaqmı? Rəsmi ya da qeyri-rəsmi formatda hər hansısa bir formada Azərbaycan və Ermənistan arasında dialoq imkanı mümkün ola biləcəkmi idi? Və biz hər zaman ehtimallar arasında bunun mümkünlüyünü qeyd etdik. Çünki Azərbaycanın bu istiqamətdə kifayət qədər önəmli yanaşması var. İstənilən platformada iki tərəfli görüşlə bağlı ola biləcək imkanlar bizim tərəfimizdən hər zaman yüksək qiymətləndirilir. Çox təəssüf olsun ki, Ermənistan tərəfindən bəzi vaxtlarda bu istiqamətdə olan imkanlar dəyərləndirilməyib ki, London görüşü buna nümunədir. Amma biz Tiranda tam əksini gördük. Ermənistan baş nazirinin cənab prezidentə görüşə can atmasını, onu kofeyə dəvət etməsini və ümumiyyətlə bütün görüş imkanlarını dəyərləndirməsini, hətta üç tərəfli formatda cənab Ərdoğanla qeyri-rəsmi formatda görüşün olduğunu da biz müşahidə etdik. Eyni zamanda Fransa prezidenti Macronun cənab prezidentə yaxınlaşandan sonra Ermənistan baş nazirini dəvət etməsi və orada olan qısa bir dialoqla bağlı olan görüntü də, jestlər də kifayət qədər önəmli mesajlar verirdi. Bunların hər bir aydın şəkildə göstərir ki, artıq qlobal sistemdə Azərbaycan prezidentinin ortaya qoyduğu mövqedən başqa hər hansısa bir istiqamətdə addım atıla bilməyəcəyini bizim maraqlarımızla bağlı, Cənubi Qafqazla bağlı hər kəs çox gözəl başa düşüb. Ermənistan burada kiçik oyunçudur, Ermənistan burada önəmli aktor deyil, amma Ermənistanın arxasında dayanan siyasi güclər Makron nümunəsində aydın şəkildə göstərdilər ki, bəli, cənab prezident kifayət qədər qətiyyətli mövqeyə sahibdir və onlar nə qədər çox danışsalar da arxada, görüntü etibarilə bizim maraqlarımızla hesablaşmağa məcburdular. Və bu qədər önəmli bir platformada müzakirələr aparıldığı bir platformada hər kəsin onunla görüşməyə can atması, dövlət başçımızla görüşlərin keçirilməsi, bütün qlobal problemlərin müzakirələrində onun fikirlərinin soruşulması, onun mövqeyinin önəmli qeyd olunması, bunların hər biri onu göstərir ki, artıq Azərbaycan qlobal sistemdə problemlərin həllində də önəmli bir təşəbbüskar vasitəçi dövlətə çevrilir. Biz sadəcə Cənubi Qafqazla bağlı məsələləri müzakirə etmədik orada və orada olan bütün müzakirələrdə Azərbaycanın iştirakı eyni zamanda Azərbaycanın mövqeyinin də ifadəsi idi və bu baxımdan düşünürəm ki, bir daha həm Avropaya, həm də dünyaya aydın şəkildə mesaj verildi ki, Azərbaycan önəmli strateji tərəfdaşdır. İstənilən istiqamətdə bizim üçün ola biləcək xoş niyyət addımlarını biz hər zaman açığıq, dialoqa hər zaman açığıq və problemlərin həllində, sülh və sabitliyin təmin olunmasında kilit ölkə, zamin ölkə hər zaman Azərbaycandır. Züriyə xanım, burada əslində kadrlar özü danışırdı. Yəni elə məsələlər var ki, orada bədən dili deyilən bir məqam var. Bax, orada kadrlar özü danışırdı. Azərbaycan dövlət başçısına olan münasibəti biz açıq-aydın gördük. Bu əslində həm də Azərbaycanın gücünə olan hörmətdir. Azərbaycanın gücünün göstəricisidir, belə demək mümkündürsə. Elə Fransa prezidentinin Azərbaycan dövlət başçısına çox isti belə şəkildə yaxınlaşması, müəyyən o jestlərlə hər halda hörmətini göstərməsi, bu da ölkənin, Cənubi Qafqazın gücünün kim olduğunu göstərir. Yəni, bu həm də onu göstərir ki, Azərbaycanın o apardığı siyasət
doğru siyasətdir, düzgün siyasətdir və mütləq şəkildə həm də Azərbaycanın güc siyasətidir, gücünün göstəricisidir, diplomatiyasının gücünün söhbət təbii ki. Bəli, təbiidir ki, elə ilk növbədə Azərbaycanın artıq 4-cü dəfədir ki, müvafiq tədbirə dəvət olunması ilə ölkəmizin qüdrətindən və cənab Prezident İlham Əliyevin xarizmasına olan etimaddan irəli gələn bir məsələdir. Məlum məsələdir ki, Avropa Siyasi Birliyi Avropa İttifaqının məhz siyasi qanadını təşkil edən, qitədə dövlətlər arası siyasi əlaqələrin gücləndirilməsini təşviq edən bir platformadır və artıq sayca 6-cı zirvə toplantısı keçirilirdi və bu platformada da Azərbaycan Prezidenti dəvət olunmuşdu. Siz haqlı olaraq müəyyən məqamları qeyd etmiş oldunuz. Doğrudan da o kadrlarda görünən məqamlar, jestlər, ümumiyyətlə siyasətdə bədən dili çox önəmlidir. Aytan xanım çox haqlı olaraq vurğuladı həmin məsələləri. Jestlər bəzən çox şeyləri ifadə etmiş olur ki, onsuz da Azərbaycan Prezidentinin o jestlərdən savayı ortaya qoyduğu siyasət, güclü diplomatiya ən azından bugünkü mənzərəni formalaşdırır və düşünürəm ki, o jestlərdən kənar artıq biz qüdrətimizi bütün dünyaya göstərməyə bacarmışıq. Bugün Paşinyanın elə gəlib orada Azərbaycan Prezidentini kofeyə dəvət etməsi, danışıqlara dəvət etməsi elə bunun göstəricisidir ki, Azərbaycan özünün imkanları hesabına, güclü diplomatiyası hesabına öz problemlərini həll etmiş oldu, ərazi bütövlüyünün suverenliyini həll etmiş oldu və nəinki öz problemlərini bütövlükdə regionda, hətta qlobal məkanda problemlərin həllinə rəvac verəcək bir siyasi konjunktura formalaşdırdı. Elə müvafiq platformada da müzakirə olunan məsələlərdən biri enerji təhlükəsizliyidir. Təkcə həmin məqam belə ölkəmizin nüfuzunun hansı səviyyədə olduğunu göstərməyə yetərlidir ki, bugün qoca qitənin enerji təhlükəsizliyinin əsas təminatçısı olan dövlətlərdən biri, başlıcası məhz Azərbaycandır və təbiidir ki, belə mövzuların müzakirə olunduğu platformada başda Azərbaycan Prezidenti əyləşməlidir. Elə necə ki də eyni hörmət, eyni ehtimat orada Azərbaycan Prezidentinə göstərilmiş oldu. Tək Paşinyanla deyil, digər liderlərin də sanki bir cənab Prezidentlə görüşə canfəşanlıq edərək qatılmaq istəməsi, onun əlini sıxmağa çalışması, müəyyən məsələləri onunla müzakirə etməsi artıq bütövlükdə bu regionda həm də Azərbaycanın ərazi bütövlüyünün təminatından sonra formalaşmış siyasi konjunkturanın hansı çərçivədə olduğunu və elə həmin qitənin özünün də bu siyasi konjunkturadan hansı səviyyədə yararlandığını göstərmiş olur və təbiidir ki, müvafiq görüşlər də Paşinyanla növbəti dəfə danışıqlar bir platformasının yaranması da önəmli idi. Ümumiyyətlə danışıqların bəzən suallar olur ki, ciddi bir nəticə yoxdursa bu danışıqlara ehtiyac. Təbiidir ki, danışıqların əgər problem varsa danışıqların hər zaman olmasına ehtiyac var. Danışıqların ümumiyyətlə olmaması narahat edici bir məqam ola bilər. Ancaq məsələnin digər tərəfi də ondan ibarətdir ki, qarşımızda Ermənistan kimi bir dövlətin olmasına rəğmən, onun arxasında bölgədən xaosdan qidalanan dövlətlərin liderləri dayanmasına rəğmən biz o qədər güclü diplomatiya yürüdürük ki, o problemlərin böyük bir qismini məhz uğurlu siyasət nəticəsində aradan qaldırmağa bacarmışıq. Artıq düzdür, fundamental problemlərdə, əsas problemlərdə ancaq çox az sayda problemlərin qaldığını deyə bilərik. Məsələ düşünürəm ki, həmin danışıqlarda da o kofe çərçivəsində müzakirə olunan həmin zamanda da o məsələlərin aradan qaldırılması istiqamətində ümid vericidir ki, müəyyən pozitiv nüanslar ola biləcək. Yenə deyirəm, bunun əsas səbəbi odur ki, Azərbaycan artıq bölgədə elə bir siyasət yürüdür ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev artıq Paşinyan çox yaxşı anlayır ki, nə Makrondan, nə digər cinahlardan gələn direktivlər Ermənistan dövlətini xilas edə bilməyəcək. Ermənistan dövlətinin xilas yolu məsələ Azərbaycan Prezidenti ilə o şəkildə, o mənzərədə olduğu kimi qarşı-qarşıya əyləşmək və onun irəli sürdüyü haqlı şərtlər. Ancaq burada Makrondan və digərlərindən fərqli olaraq Azərbaycan Prezidentinin irəli sürdüyü şərtlər elə Ermənistanın özünü də dalan vəziyyətindən çıxaracaq, uçurumdan kənarlaşdıracaq şərtlərdir və ən önəmlisi də beynəlxalq hüquq prinsiplərinə əsaslanan şərtlərdir ki, bu şərtləri Paşinyan qəbul edərsə, nəinki regionda sabitliyi, dayanıqlığı, eləcə də öz ölkəsinin hazırki degradasiya vəziyyətindən xilasını təmin etmiş olacaq. Bəli. Ayten xanım, burada maraqlı olan məqamlardan biri də çox maraqlıdır ki, adətən biz Avropa istiqamətindən, Avropa dövlətlərindən təhdidlər, müəyyən təzyiqlər belə gözləyirik, görürük. Zaman-zaman biz bunu görmüşük. Burada bu tədbiri Avropa liderlərinin cənab prezidentlə
xüsusi belə danışıqlar aparması doğrudur. İki tərəfli danışıqlar, geniş tərkibli danışıqlar olmadı. Amma o kiçik mənzərələr, o kiçik ayaqüstü görüşlər artıq Azərbaycana olan mövqeyini həm də biz orada elə seyr etmiş olduq. Bu baxımdan da bax bu görüş, bax bu tədbir olduqca əhəmiyyətli hesab etmək olar bu görüşü. Əslində bütün dünya onu gördü ki, Avropa liderləri Azərbaycan dövlət başçısı ilə danışıqlara, Azərbaycan dövlət başçısına söhbət etməyə belə özləri maraqlıdır. Bu baxımdan da əhəmiyyətlidir. Avropa İttifaqı prezidenti və Avropa İttifaqı Şurası prezidenti ilə birbaşa görüşlər keçirdi cənab prezidentlə və biz daha əvvəlində əslində Bəturə xanım Kaya Kallasın Bakı səfərində biz aydın şəkildə müşahidə etdik ki, Avropa İttifaqının Azərbaycanla Cənubi Qafqazla bağlı siyasətində ciddi redaksiyalar var və artıq Azərbaycanın Cənubi Qafqazın ən əsas lideri olaraq maraqlarından kənar hər hansısa bir formada Avropanın regionda mövcudluğunun mümkün olmayacağı reallığı ilə Avropa dövlətlərinin bir çox istiqamətdə barışıb və Azərbaycan onlar üçün önəmli strateji və enerji tərəfdaşıdır. Çünki 7 ölkə bizim ən əsas enerji təminatı sahəsində tərəfdaşlıq etdiyimiz ölkələrdir və bunlar Avropanın ümumilikdə siyasi güc mərkəzləridir. Və biz Avropa İttifaqı deyəndə institusional qurum çərçivəsində Azərbaycana qarşı bəli, əsassız ittihamları və qərəzli mövqeyi mütəmadi olaraq müşahidə etmişik, xüsusilə 2-ci Qarabağ müharibəsindən bu günə qədər. Amma ayrı-ayrı güc mərkəzləri ilə də əməkdaşlığımızı hər zaman davam etdirmişik. Çünki Azərbaycan ümumiyyətlə xarici siyasət konsepsiyasında qonşu dövlətlər başda olmaqla dünyanın bütün nöqtələrində bütün dövlətlərlə münasibətlərini inkişaf etdirmək, əməkdaşlıq imkanlarını dəyərləndirmək, eyni zamanda gərginlikdən qaçaraq, münaqişələrdən yayınaraq hər zaman münasibətləri dialoq əsasında formalaşdırmağa qarşı prioritet istiqamət olaraq qoyub. Bu günə qədər bütün münasibətlərimizdəki gərginliklərin aradan qaldırılmasında da məhz Azərbaycanın bu xoş niyyəti kifayət qədər önəmli rol oynayıb və Avropa İttifaqı ilə münasibətlərimizdə də müəyyən bir müsbət irəliləyişlərin, konstruktiv yanaşmaların Tirana görüşündə müşahidə edilməsi məsələ Azərbaycan ortaya qoyduğu mövqeyin bariz nümunəsidir. Çünki biz xatırlayırıq ki, Rusiya-Ukrayna müharibəsinin ən gərgin mərhələsində Avropanın enerji böhranı yaşadığı bir dövrdə Ursula von der Leyen Bakı səfəri çərçivəsində Azərbaycanla Avropa İttifaqı çərçivəsində iki tərəfli strateji tərəfdaşlıqla bağlı yeni bir müqavilə imzalandı. Və burada xoş niyyət addımını ortaya qoyan Azərbaycan idi. Və ona qədər də, ondan sonra da Azərbaycana qarşı bütün əsassız ittihamlara, qərəzli bəyanatlara baxmayaraq götürdüyümüz öhdəlikləri məsuliyyətlə icra etmişik. Bəli. Və bunu Avropa çox gözəl bilir. Və bunu bildiyi üçün də artıq qlobal sistemdə Azərbaycan kimi dövlət nümunələri axtarılandır. Çünki hər kəs öz maraqları nisbətində çox asanlıqla başqalarının maraqlarını və götürdüyü öhdəlikləri göz ardı edə bilirlər. Biz isə bütün münasibətlərimizi, bütün əlaqələrimizi dəyərli Züleyxa xanımın da vurğuladığı kimi ancaq beynəlxalq hüquq prinsipləri əsasında formalaşdırmışıq. Yəni beynəlxalq hüquqi normalardan kənar Azərbaycanın bu günə qədər atdığı heç bir addım olmayıb. Bu günə qədər ortaya qoyduğu heç bir iddia da olmayıb. Nə Ermənistanla olan münasibətlərimiz kontekstində, nə Avropa ilə olan münasibətlərimiz kontekstində, nə də hər hansısa bir üçüncü, dördüncü tərəflərlə olan əlaqələrimizdə. Ona görə də düşünürəm ki, artıq yeni formalaşan dünya nizamında beynəlxalq hüququn önəminin nə qədər xüsusi əhəmiyyət kəsb etdiyini qoca qitə də başa düşməlidir. Dünyanın başqa-başqa aktorları, önəmli qlobal aktorlar da başa düşməlidir. Çünki beynəlxalq hüququ göz ardı edərək biz ədalətdən, biz hər hansısa bir formada sabitlikdən danışa bilmərik. Onda qlobal sistemdə anarxiyadan, xaosdan, hər hansısa bir formada biz iki tərəfli və ya çox tərəfli münasibətlər sisteminin mövcudluğunu belə qoruyub saxlaya bilmərik ki, bu ciddi problemlərin də önəmli mesajıdır. Ona görə düşünürəm ki, məsələ Albaniyada keçirilən bu tədbir və tədbir çərçivəsində Azərbaycan-Avropa İttifaqı münasibətlərində yeni bir mərhələnin başlanğıcını da biz müşahidə edə bilərik. Daha əvvəldən əsasları qoyulan, əvvəldə də qeyd etdiyim kimi Kaya Kallasın səfəri çərçivəsində önəmli mesajlar verilmişdi. Eyni zamanda bu tədbir çərçivəsində də önəmli mesajlar verildi ki, Ermənistana səfərlər olacaq və eyni zamanda regional səfərlər çərçivəsində də Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasında Avropa maraqlıdır. Düşünürəm ki, bu verilən bəyanatların əməli addımlarla müşahidə edildiyini görsək, biz həqiqətən də Avropa İttifaqı ilə Azərbaycan münasibətlərində yeni bir mərhələnin başlaya biləcəyini deyə bilərik. Bəli, yeni dünya düzəni, yeni mərhələdən danışanda təbii ki, burada Azərbaycanın mövqeyi əsas tutulacaq. Elə Ermənistanın o arxa duran dövlətlər, Makronun birbaşa Azərbaycan dövlət başçısına yaxınlaşması və sonradan Nikol Paşinyanı dəvət etməsi, bu ondan xəbər verir ki, məhz Azərbaycanın mövqeyi nəzərə alınacaq. Ona görə ki, burada həm haqlı tərəf Azərbaycandır, həm də güclü tərəf Azərbaycandır. Belə demək mümkündürsə. Bu baxımdan da bax o yeni dünya düzənində Azərbaycanın
Azərbaycanın özünün yeri, Azərbaycanın xüsusi çəkisi və sözü olacaq təbii ki. Təbiidir ki, yeni dünya düzəninin formalaşmasında prioritet olan müəyyən istiqamətlər var. Məhz ədalətlilik prinsipinin qorunması məsələsinə. Çünki ən azından hazırki dünyada baş verən problemləri, kataklizmləri, gərginliklərin günü-gündən daha da artmasını, insan haqlarının kobud formada pozulmasını, müharibə cinayətlərinin intensiv hal almasını nəzərə alsaq, doğrudan da bu düzənin dəyişərək yeni dünya düzəninin formalaşmasında əsas ehtiyacın həqiqətən də obyektivlik, ədalətlilik olduğunu biz görə bilirik ki, bu meyarı elə praktikaya dönüşdürən, bunun mövcudluğuna inam yaradan dövlətlərdən biri həqiqətən də Azərbaycandır. Çünki az öncə mən xatırlatmış olduğum müəyyən problemlərin dünyada tüğyan etməsini elə separatizm meylləri daha hazırda bilirik ki, dünyanın bir çox regionlarında, bölgələrində yayılmaqdadır. Ancaq təəssüflər olsun ki, buna məruz qalan tərəflər də daxil olmaqla, hətta dünya birliyi, beynəlxalq ictimaiyyət öz nizamnamələri etibarilə müvafiq problemə qarşı mübarizə aparmalı olan missioner təşkilatlar belə bu problem qarşısında aciz olduğu bir vaxtda Azərbaycan dövləti həm xalq hakimiyyət birliyi nəticəsində, həm ordu quruculuğunun yüksək səviyyədə aparılması nəticəsində, həm diplomatiyanın yüksək strategiyaya əsaslanması nəticəsində və təbiidir ki, aparıcı olaraq bizim ədalətli tərəf olmağımız nəticəsində biz bu cür problemin həllinə sadəcə öz imkanlarımız hesabına nail olduq. Vaxtilə elə Avropa İttifaqında təmsil olunan dövlətlərə də müəyyən şanslar verilmişdi bu problemin aradan qaldırılması üçün, onların iştirakçılığı təmin olunmuş olsun ki, elə Fransa nümunəsi bunun başlıca nümunəsidir digər dövlətlərdə. Ancaq təəssüflər olsun ki, onlar hətta öz nizamnamələrinə belə, özünün aparıcı üzv olduqları təşkilatların nizamnamələrinin prinsiplərini belə qorumamış olurlar. Məsələn, bir nümunə Avropa İttifaqının nizamnaməsində münaqişə tərəflərinə silah yardımı etməməklə bağlı bir prinsip var ki, elə özləri pozdular. Halbuki elə özləri birbaşa öz nizamnamələrinin prinsiplərini pozmuş oldular. Helsinki Yekun Aktının prinsiplərini pozmuş oldular. Biz çox sayda hüquqi konsepsiyaların adlarını çəkə bilərik. Başda BMT nizamnaməsi olmaqla ki, həmin prinsiplər müvafiq dövlətlərin, təşkilatın aparıcı üzvlərinin siyasətləri nəticəsində pozulmuş oldu. Amma biz öz imkanlarımız və haqlılığımız sayəsində beynəlxalq hüquqa hər zaman istinad etməyimiz sayəsində bu problemin həllinə nail olduq. Ancaq yalnız nail olmaqla kifayətlənmədik. Eyni zamanda dünyaya bu problemlərin həllində öz imkanları hesabına problemin həllinə nail olmaq kimi bir inamı, bir ümidi də yaratmış olduq. Hətta müəyyən coğrafiyalarda çox yaxşı bilirik ki, bu prosesdən sonra, Azərbaycanın qələbəsindən sonra separatizmə qarşı mübarizə meyllərinin daha da artdığını biz bir çox bölgələrdə, platformalarda müşahidə etməyə bacardıq. Artıq Azərbaycan həmin dövlətlərin bir haqq səsinin çatdırıcısı rolunda çıxış etməkdədir. Bir çox platformalarda bugün Azərbaycan ev sahibliyi edir. Yəni bu ev sahibliyi etmək məsələsi COP29-da daxil olmaqla mötəbər tədbirlərdə həyata keçirilir. Təbiidir ki, təsadüfi hal deyil. Təsadüfən belə tədbirlərə Bakının təşkilatçılığına onlar etimad etmirlər. Təbiidir ki, bu tədbirlərin həm yüksək təşkilatçılıq əsasında həyata keçirilməsi bir tərəfdən rol oynayırsa, digər tərəfdən də həmin platformalarda müzakirəyə çıxarılan problemlərin həlli istiqamətində ölkəmizin qoyduğu səylər, qoyduğu təşəbbüslər böyük rol oynamış olur. Ona görə də həqiqətən də Azərbaycanın bugün dünyada nüfuzunun, rolunun, qüdrətinin artması həm bu regionla bağlı olan məsələlərlə bağlıdırsa, digər tərəfdən də qlobal məkan üçün bir nümunə xarakteri almasından irəli gəlir. Aydən xanım bayaq onu qeyd etdi. Yeni dünya düzəninin, yeni bir mərhələ, bu tədbir həm də yeni bir mərhələnin başlanğıcı kimi də dəyərləndirmək olar. Və bu yeni başlanğıc həm də yeni əməkdaşlıqlar deməkdir. Təbii ki, bax bu tədbirdən sonra Azərbaycan dövlət başçısına Azərbaycana olan mövqenin ortaya qoyulması həm də yeni bir əməkdaşlıq deməkdir. Və bundan sonra biz Azərbaycana qarşı bilərəkdən və yaxud bilməyərəkdən o qərəz nümayiş etdirən dövlətlər yəqin ki, öz demək davranışlarında korrektə edəcəklər. Mütləq şəkildə əslində dövlətlərlə olan münasibətlərimizdə ciddi fərqlər də müşahidə olunacaq. Çünki bizim bütün münasibətlərimiz strateji istiqamətlər üzrə qarşılıqlı etimada əsaslanır. Bu qarşılıqlı etimadı formalaşdıran ən önəmli faktor da qarşılıqlı olaraq ərazi bütövlüyünün tanınması və suverenliyə hörmət prinsipidir. Yəni bu günə qədər bizim suverenliyimizə hörmətsizlik edən ya da hər hansısa bir formada ərazi bütövlüyümüzlə bağlı qərəzli mövqedən çıxış edən dövlətlərə münasibətdə təbii olaraq biz konkret etimad nümayiş etdirib münasibətlərimizi digər dövlətlərlə olduğu kontekstdə davam etdirə bilməliyik. Burada ən əsas nöqtə qarşı tərəfin üzərinə düşən öhdəliklərlə bağlıdır ki, onlar etimadın bərpa olunması istiqamətində ciddi addımlar atmalıdırlar
baxmalıdırlar və xarici siyasətlərində redaktələr etməlidirlər. Xüsusilə Azərbaycan ərazi bütövlüyü ilə, suverenliyi ilə bağlı bu günə qədər səsləndikləri bəyanatları təkzib edərək Azərbaycanın haqlı olaraq atdığı addımlara birmənalı dəstək nümayiş olunmalıdır. Yəni siyasi əlaqələr həm iqtisadi, həm enerji təhlükəsizliyi sahəsində, həm mədəni əlaqələr, həm sosial əlaqələrin əsasını formalaşdırır. Bu istiqamətdə təbii ki, gözləntilərimiz kifayət qədər çoxdur, amma digər ölkələrlə də əlaqələrimiz yeni bir istiqamətdə, yeni bir mərhələdə davam edir. Yəni yeni Azərbaycanın yeni hədəfləri var deyəndə biz eyni zamanda xarici siyasət konsepsiyasında da həm iki tərəfli, həm çox tərəfli münasibətlərdə də kifayət qədər yeni hədəflərin müəyyənləşdiyini aydın şəkildə müşahidə edirik. Çinlə imzalanan strateji tərəfdaşlıq haqqında müqavilə, digər dövlətlərlə olan müqavilələrimiz, Azərbaycana mütəmadi şəkildə həyata keçirilən dövlət səfərləri, dövlət başçılarının Azərbaycan prezidenti cənab İlham Əliyev ilə görüşmək üçün xüsusi səy göstərməsi və bu istiqamətdə addımlar atması və bu görüşlər çərçivəsində müzakirə olunan məsələlər, Azərbaycan nümunəsinin təcrübə olaraq qəbul edilməsi, hər zaman Azərbaycandan dəstək gözlənilməsi. Biz artıq qürurla deyirik ki, çox yaxın bir keçmişdə Azərbaycan hər zaman istər siyasi, istər iqtisadi baxımdan olsun, yeni yaranan bir dövlət olaraq hər zaman digər dövlətlərlə əməkdaşlıqda müəyyən istiqamətdə öz maraqlarımızın qorunması üçün dəstək də gözləyirdik. Amma bugün artıq biz dəstək veririk. Bütün dövlətlərin maraqlarının icra olunmasında, onlar üçün ədalətin təmin olunmasında Azərbaycan həm diplomatik platformalarda dəstək verir, həm onlarla iqtisadi əməkdaşlıq imkanları yaratmaqla onların yeni öz resurslarının formalaşdırılmasına kömək edir. Həm təcrübə mübadiləsi yolu ilə Azərbaycan öz idarəçilik təcrübəsini digər dövlətlərlə paylaşır ki, Afrika dövlətləri kifayət qədər önəmli nümunədir və Azərbaycan olan səfərlər çərçivəsində imzalanan müqavilələr də bunu bariz şəkildə göstərir. Yaşıl enerjiyə keçid sahəsində Azərbaycan artıq önəmli bir model formalaşdırır. Neft istehsal edən dövlət olaraq ətraf mühitin mühafizəsi ilə bağlı Azərbaycan qədər kifayət qədər məsuliyyətlə yanaşan bəlkə də ikinci bir dövlət ola bilməz. Hətta BMT-nin dayanıqlı inkişaf məqsədləri ilə bağlı hər il könüllü şəkildə milli hesabatını paylaşan nadir ölkələrdən biri Azərbaycandır. Yəni bu hesabatlılıq, bu şəffaflıq, bu məsuliyyətli yanaşma düşünürəm ki, Azərbaycan bütövlükdə təqdim etdiyi o modelin uğurluluğunun da əsasını formalaşdırır. Bizim heç kimdən hər hansısa bir formada çəkindiyimiz bir nöqtə yoxdur. Çünki atdığımız addımların hər birinin şəffaf şəkildə bəyanatını verir, eyni zamanda beynəlxalq hüquqa əsaslanan prinsiplər əsasında onu izah edir. Önəmli tarixi əsaslarını da faktlarla bütün dünya ictimaiyyətinə təqdim edirik və bu məqamda yeni formalaşan dünya nizamında Azərbaycan Avropa ilə də münasibətlərini yenidən nəzərdən keçirir. Burada da önəmli məsələ qarşı tərəfdən bizə qarşı olan konstruktiv yanaşmalar, müsbət addımlar və artıq Azərbaycanın mövqeyi ilə hesablaşmaqla bağlı olan niyyətlərini ifadə etmələrdir. Düşünürəm ki, bu münasibətlərdə bəli, yeni bir mərhələnin başlanğıcı olacaq. İstər institusional qurum olaraq Avropa İttifaqı ilə Azərbaycan münasibətlərində, istərsə də ayrı-ayrı siyasi güc mərkəzləri ilə olan münasibətlərimizdə yeni bir başlanğıc nöqtəsi ola bilər ki, Fransa prezidenti Macronun cənab prezidentlə olan görüşü və o görüşün artıq bədən dili olaraq təhlili aydın şəkildə göstərdi ki, bu günə qədər bizə qarşı məkirli niyyətləri olan bütün dövlətlər istənilən platformada Azərbaycanın gücünün qarşısında sitayiş etməkdən başqa yolları yoxdur. Son olaraq Züleyxa xanım, bu tədbirin həm də əhəmiyyətli məqamlarından biri odur ki, Nikol Paşinyan hökuməti ümumilikdə rəsmi İrəvan indiki demək olar ki, hərəkətlərindən, indiki siyasətlərindən geri çəkiləcəklər. Yəni müəyyən dəyişiklik, ən azından müəyyən siyasətdə, diplomatiyalarında müəyyən dəyişiklik edəcəklər. O da təbii ki, sülh müqaviləsinin imzalanmasıyla bağlı proseslərə təsir edəcək. Bəli, təbiidir ki, Ermənistan baş naziri Nikol Paşinyan növbəti dəfə həm də vizual olaraq Azərbaycan prezidentinin qüdrətini, siyasi xarizmasını görmüş oldu. Regionda necə aparıcı bir dövlət olmağımızın növbəti bir platforması, növbəti bir nümayişi oldu və düşünürəm ki, Paşinyan artıq dərs çıxarmamış deyil hazırki vəziyyətdən. Çox yaxşı anlayır ki, onun bu vəziyyətə sürükləyənlər, bugünə qədər təxribat ritorikası üzərində fokuslandıran, sabotaj siyasətinə yönləndirən o qüvvələr Ermənistanın dadına çata bilmirlər. Necə ki, 44 günlük Vətən müharibəsi bunun sübutu oldu, necə ki, ardınca 23 saatda belə Azərbaycan ordusunun qüdrətinin nümayişi, hansı ki, elə bir problemin həllinə biz 23 saatda nail olduq ki, o problemin kökü son 10 illiklərdə, 5 illiklərdə formalaşmamışdı. 100 illiklərdir ki, üzərində güclü dövlətlər tərəfindən ssenarilər həyata keçirilirdi ki, ən azı son 200 ildə belə bir olmamışdı. Ssenari bəli həyata keçirilmişdi və həqiqətən də 200 ildə belə bir hadisə, mövcud olmayan bir hadisəni, analoqu olmayan bir hadisəni Azərbaycan prezidenti etmiş oldu və təbiidir ki, bu son addım deyil. Bundan sonra da Azərbaycan özünün haqlı hədəfləri uğrunda beynəlxalq hüquq prinsipləri çərçivəsində mübarizəsini davam etdirəcəkdir. Onlar bunu çox yaxşı anlayırlar və dərs çıxarmaq üçün əsl real zamandır və düşünürəm
inanıram ki, Paşinyan öz dövlətinin varlığını, siyasi varlığını, xəritədəki varlığını təmin etmək üçün o əli sıxacaq, həm Bakının, həm Ankaranın əlini sıxmış olacaq və problemlərin həllinə razılıq vermiş olacaq. Mütləq şəkildə, yəni bu biz ən azından yaxın tarixdə, yaxın zamanda bunu şahidlik edəcəyik, görəcəyik. Çox təşəkkür edirəm, çox sağ olun. Ətraflı, aydın cavablara görə təşəkkür edirəm. Mən çox razı qaldım və hesab edirəm ki, tamaşaçılarımız da razı qalacaqlar. Təşəkkür edirəm. Belə, siz də sağ olun, hörmətli tamaşaçılar. Bizi izləməkdə davam edin. Biz yenə də görüşəcəyik. Amma hələlik burada studiyamızda. Qərbi Azərbaycana isə mütləq qayıdacağıq. Sağ olun, salamat qalın.